Bir mikrofon ver görüm ona. Mikrofon ver. TikTok çıxardanın evi dağılsın. Götür görək. Qulaq as. Harada cəmaatı tutdun? Hər bir TikTokda mən canlı açmışdım evdə. Səni salamat asardım. Bir xanım vardı, ad çəkməyəcəm. Onun vasitəsilə biz tanış olmuşuq. O da daxil oldu. Adı nədir ərinin? Mirağa. Mirağa daxil oldu. Nə yazdı sənə? Nömrəsini qız atdı mənə. Sonra nömrələşdik. Ondan sonra durub gəlmişəm, onu çağırışına gəldim. Qaçırdıq mı səni? Özüm gəlmişəm, gəncim. Gönüllü qaçmışsan. Buna cinayət işi düşmür. Qulaq as, anan razılaşdı mı? Siftəsi yox, ondan sonra Anası buradadır. Deyirəm adı tanış gəlir bu xanımda. Yavaş-yavaş onu da öz yolunuza çəkdiniz. Hə. Hələ anan canlıya girmir də yəqin. Yox. Allaha şükür, Allaha şükür. Bəs nə oldu Mirağa? Mirağa'ya ver görün Mirağa. Allah özü köməyin olsun. Çox sağ ol. Sən də gördün canlıda, bəyəndin. Bəli, bəyəndim. Xoş. Sən də o Space-də 1 ay, 2 ay qan eləmişdi. Etkilərimizdə. Bəli, bilirəm. Öz zəhmətindən pul qazanan adamdır, mən onu nə deyə bilərəm. Başımızın tacıda Allah qorusun arvadı. Nə deyirsən ona? Adını çəkirsən, xala deyirsən, yoxsa ana deyirsən? Adını deyirəm da, Naz xanım ana. Naz xanım ana deyirsən, daxirə. Yəni, sonunda ana var. Öz anan, atan var mı? Allah dünyasında yaşayanlara rəhmət eləsin, atam rəhmətə gedib, anam var. Allah rəhmət eləsin atana. Anan nə dedi bu işə? Heç də dedi, Allah xoşbəxt eləsin, razılığını verir. İndi kimin evində qalırsınız, harada qalırsınız? Hələ küçələrdə, yoxsa necə? Hələ heç yerdə nə deməkdir? Ver görün mikrofonu. Harada qalırsan Şanay? Küçələrdə qalırıq hələ ki, kafelərdə zatda. Kafelərdə qalan oxşamsan, o TikTokdakı videolar kafedəndir. Evdən qovublar da. Bu qız ömür boyu sənə zülm elədi, amma yenə də yanında oturmuşsan. Bəli, oturmuşam. Niyə? Yəsin bilir, təbii ki, anası. Bir dənə evladım. Bir evladlı məcbursan dözəsən. Bəli. Kimə oxşayıb? Ata tərəfinə oxşayıb? Bəli, ata tərəfinə. Ay, dədə vay. Ata tərəfi çox zülmkardır. O da oxşadı onlara. Bəli. Güya sən tərəfə oxşasaydı kimə oxşayacaqdı? Dayısına? Mənə, zəhmətkeş olardı. Zəhmətkeşdə, hə, zəhmət. Amma dayılar da... Hələ bu yaşımaca zəhmətin törəyimi yeyirəm. Mən də qaldırmışam, o məni bir dəfə çiğnəyib. Dişləyib. Dişləyib? Hə. Onu göstərərik də həkimə. Burnumu dişləyib qaçıb. Hə? Burnumu dişləyib qaçıb. Sən Allah, o burnun onun ağzında neyinirdi? Nətər? Yəni bu qədər yer qala-qala, burnundan niyə? Qaraçı millətlər məni onun əlindən alıblar. Hə, sən evlənməmsən də heç vaxt? Xeyr. Neçə yaşın var Aymir ağa? Şilləş, narahat olma, oturmuş gözləyirik, görə təxminən sənin neçə yaşın var? 23. Hə? 23. Dəqiq? Dəqiq 23. 30 saniyə verirəm, bir də. Ay, o 23, valla 23. Sənətdə elə yazılıb. Sənətdə elə yazılıb. Bəs arvadın neçə yaşı var? Arvad getdi də. Neçə? Hələ bilmirlər, bilmir ki, bir-birlərinin neçə yaşı var. 26. Sevinirsənmi Şanay kimi bir xoşbəxt bir insan çıxıb qabağına? Niyəsə bilməyim ki, hər kəsin borcudlarla qurmaq, yanında olmaq xanımının.